Burada xanımın miyomasını görürük. Böyük ölçüdə bir miyomadır. Bütün görüntü sahəsində bu şəkildə olan miyomadır. Qan dövranına baxsaq, əlbəttə ki, qan dövranı artmış olacaq. Çünki bu qədər böyüməsi üçün yaxşı qidalanması lazımdır. Uşaqlıq özü isə burada bu hissədə görünür, az da olsa. Uşaqlığın daxili divarı burada bu şəkildə davam edir. Əlbəttə ki, uşaqlıq kompleksi uğrayıb və formasını dəyişib və bu böyük ölçüdə isə bir miyomanda burada görürük. Miyomanın təxmini ölçüsü isə 10 santiyə yaxın ölçmüşdük. İnşallah bir neçə gündə böyüməyib, bəli, 10 santıdır. Bu qədər böyük ölçülü miyoma xanımda bir ağrılara səbəb ola bilir. Sidik hissəsinin sıxılmağına bağlı olaraq sidik hissəsi buradadır. Sidik hissəsinin sıxılmasına bağlı olaraq tez-tez sidiyə çıxma halları ola bilir. Bir də arxa divara bu hissədə bağırsaq divarına təzyiq etdiyinə görə qəbizləyici ya da tez-tez böyük bayıra çıxma hissi ola bilir. Yəni yalancı çağırış belə deyək ola bilər. Miyomanı çıxardığımız zaman isə uşaqlığı qoruyuruq. Əlbəttə bu bir qədər çətin yerlərdə yerləşən miyomadır. Çünki uşaqlıq boynu burada bitir. Sırf uşaqlıq boynundan başlayır və bu bir qədər dərində yerləşmiş miyoma hesab olunur. Ancaq çıxartmaq mümkündür əlbəttə ki.